Deməli, Rövşən, son gündəmdə sırf idmandan danışırıqsa, bir məsələ oldu bu yaxınlarda. Hansı ki, orada bizim pəhlivan, bizim fəxrimiz, hansı ki, bizim bodybuilder çempionumuz, fəxrimiz Pərvizlə bağlı, sırf verilişdə olan məsələ ilə bağlı istəyirəm danışım və fikrimi bilmək istəyirəm ki, bu necə düz oldu, yəni sən professional idmançısan, məndən də çox bilirsən istər-istəməz. Fikrimi bilmək, ona görə səni dəvət elədim ki, bir fikrimi bilim, deyəsən ki, yəni bu necə olmalıdır əslində? Ümumiyyətlə, mən öz növbəmdə bu videonu görən kimi, avtomatik olaraq mən öz rəyimi bildirdim, komment olaraq bildirdim səhifələrdə ki, idmançı ilə pəhlivanı müqayisə etmək düzgün deyil. Yəni, o pəhlivan, Allah canı sağ eləsin, güclü qardaşlığı var olsun, təbii ki, sevinirik belə güclü insanların Azərbaycanlı olmağından. Ancaq yenə deyim, hansısa bir dəmiri əymək, hansısa bir nümunəvi çıxışı göstərmək, o demək deyil idmançıdır. Ümumiyyətlə, idmanla məşğul olmaq o demək deyil bu idmançıdır. Bu öz növbəsində və pəhlivanlıqda idmançılıq demək deyil. Sadəcə olaraq bu hansısa bir nümunəvi çıxışı göstərə bilər. Orada birinci aparıcı çox, belə deyim də, yəni xətrinə dəysə də səhv hərəkət edir ki, idmançı ilə pəhlivanı müqayisə edir və hansısa bir dəmiri əyməyi dəvət edir. Yəni, bu düzgün bir şey deyil. Çünki pəhlivandır, bunu neçə aylar, illər məşq edib, bunu öyrəşib. Əgər siz pəhlivanı müqayisə eləsəniz, təbii ki, bizim Çingiz pəhlivan var, boltu əyir. Dəvət eləsinlər, Emin qardaşla Çingiz qardaşı bir verilişdə müəyyən bir dəmir qoysunlar, desinlər bunu kimə əyə bilər. Amma Pərviz bodybuildingçidir və professional şəkildə Azərbaycanı təmsil edir. Bu idmançıdır, rəsmi idmançıdır. Azərbaycan bayrağını təmsil edir və qalib olub. Yəni, həm də orada müəyyən bir, onu əyəndə müəyyən bir taktikalar var, onda texnika var, onu Pərviz bilmir. Yəni, insanlar... O Pərviz həyatında bəlkə birinci dəfədir ki, onu bəs belə... Təbii ki, yəni, belə deyim... Yəni, o gücə bağlı deyil də, texnikaya bağlı. Mən, Emin qardaş orada qeyd edir ki, mən 285 sinəyə vurmuşam, bench press vurmuşam, sinəyə işləmişəm. Emin qardaş da deyir 280. Mən pəhlivan işi deyil axı mənim sahəm, mən bodybuilding vurmuşam. O qardaş maşqat 5 kilo vurmuşam. 285 kiloqram vurur. Yəni, bu... konkret, düz səhv məlumatdır, səhv deyir. Bəlkə eləyir, nə bilirsən? Mən görməmişəm və Azərbaycanlı olaraq Azərbaycan rekordu 257 yarımdır. Bunu da Razim Hüseynov eləyib. 120 kiloqram çəkisi olan bir insandır. Azərbaycanı powerliftingdə ağır çəkidə təmsil eləyir. Yəni, istəyirsə biz ona telefonla bağlansa edə bilərik, hətta çəkiliş də eləyə bilərik. Yəni, rekord ona məxsusdur, 257 yarım. Bu 285 deyir. Yəni, bunu video olaraq göstərsə və yaxud da biz onu dəvət edirik idman zalına, əgər Razim Hüseynovdan yarım kilo çox eləsə, mən də deyərəm, Razim deyər ki, biz onda bu idmanda heç nə bilmirik. Çünki dünyada bəli, 280, 85, hətta 300 civarında bench press eləyənləri var. Malançevdir, Sapajenkodur, Xudayarovdur. Yəni, bunda sırf bench press idmançılardır, powerlifterlərdir. Razim Hüseynov isə Azərbaycanlı olaraq, Azərbaycanı təmsil edən bir idmançı kimi 257 yarım eləyib, ən çox çəkib. Bu, Azərbaycanda olan bir rekorddur. Rekorddur. Bəli, 258 eləsin, 260 eləsin, biz deyək ki, bəli, bu sən güclü qardaşsan. Yəni, sən deyirsən ki, gəl, bu işi bilənlə gəl. Bəli, bəli, yəni əgər müqayisə eləyiriksə, idman hərəkətindən, eyni hərəkəti idmançılarla eləyək də. Yəni, biz idmançılara dəvət edir. Hətta mən buradan yenə də qeyd edirəm. Əgər həqiqətən 257 yarımdan çox bench press vuran Azərbaycanlı varsa, biz dəvət edirik. Hətta onu biz Azərbaycanı təmsil etməyə yarışa da göndərə bilərik. Yəni, federasiya olaraq idman, belə deyim, rəhbəri ilə danışıb Azərbaycan təmsilçisi. Çünki fəxrimiz həqiqətən də... Bəlkə insanlar var, biz onu bilmirik. Bəli, varsa əgər, gəlsinlər... Yazsınlar bizim səhifəmizə, Motivator Sportsa, biz gün təyin edirik. Bəli, bəli. Bax, biz Razim qardaşla biz əlaqə saxlaya bilərikmi? Təbii ki, əlaqə saxlaya bilərik. Bir dənə zəhmət olmasa, elə canlı əlaqə saxlayaq, onun da fikrini öyrənək. Pəhlivan qardaşı özü desin ki, gəl səni gözləyirəm. Zəng eləyək Razimə. Ləqəbi Tosudur, Azərbaycanda onu hər kəs Tosu kimi tanıyır. Alo. Razim, salam qardaş. Salam qardaşım, salam. Necəsən? Narahat eləmədim? Yox, sağ ol. Yox, xoşdur. Üzürlü say səni narahat edirəmsə, deməli, mən gəlmişəm Motivator layihəsindəyəm, Motivator media mərkəzində. Mənə burada sual verdilər. Deməli, bu, bilmirəm, baxmısan, baxmamısa, bu Emin qardaş var, pəhlivan deyir 285 bench press vururam mən, sinəyə vururam. Yəni, mən də deyirəm ki, 257 yarımdan artıq eləyən Azərbaycan təmsilçisi yoxdur da. Yəni, bir dənə Razim Hüseynov Azərbaycanda, Azərbaycan təmsilçisi 257 yarım eləyib. Bəli.
285 bench press-ə sən inanırsan yoxsa yox? Yəni Kardeşim bak belə deyim da bu resmi yarışda olan çəkidir 257 yarım nəyləmişəm. 125 kilo çəkidə. O çəkini 285'i 200 kilo da adam olsa eləsə mən karyeramı bağlayıram. oy. Dəhşət. Hətta deyir ki, mən 125 kiloyam. Yəni 200 kiloluq adam belə 285 eləsə Azərbaycanda. Azərbaycanlı olaraq. Hətta öz çəkisi 200 kilo olsun. Deməli 257 yarımdan çox vura bilməzlər deyirsən. Mümkündür. Bax mən də o sözü dedim. Kardeşim 38 ildir mən bu idmandayam. İnan Allah'a çok çətindir. Mənlə yaxşı deyil. Ben bütün idmançılara uğurlar arzu edirəm. Azərbaycanda güclü oğlanlarımız çoxdur. Düzdür, ikimizdən güclü elə də yoxdur. Düşən Xəlilov 75'in bir nömrəsidir, 125'in də bir nömrəsi özüməm, mən belə deyirəm. Allah canımı sağ eləsin qardaş. Bir boy vaxtı harda ürəklər istəyir, yəni mən onları duelə çağırıram, duetə çağırıram. Aydındır. Mən 50 yaşım var, bugünkü gün yenə də çağırıram. Allah canımı sağ eləsin, Allah sağ fəxrimizsən. İnşallah sənin yarışlarda uğurlar. Razım Hüseynov hələ karyerasını bağlamayıb, hal-hazırda idmandadır, yarışlara hazırlaşır. Bəli, bu dəqiqədə açıq, yəni cavanlarla çıxış edirəm, ağsaqqallarla hələ ki, inşallah 60'dan sonra. İnşallah. Allah can Maşallah sağlığı olsun versin. sənə. Şəhdə, sağ olun, var olun, dəstəyə görə. Var ol qardaş, var ol. Hətta deyir karyeramı bağlayır. Yəni mesaj çatdı, yəni fikirləri bildik. Biz buradan indi əlavə biz aramızda olan bir dilləri o mərc oldu. Mən deyirəm ki, qardaş eləyəcək, səncə ki, yox eləməyəcək. Qardaş eləsə, məndən elə də ona bonus veriləcək o elədiyinə görə. Yəni inline su filtrindən bir dənə də filtr hədiyyə Hətta edirəm. mən bir şey də qeyd edirəm ki, yəni mən də Razım Hüseynov, biz powerlifting, yəni 3 hərəkətin üçündən də yarışa çıxırıq. Yəni biz ağırlıq qaldırmanın oturub qalxandan sonra, o hərəkətdən sonra fasiləsiz olaraq keçirik bench press hərəkətinə. Biri var sırf sən bench pressdən yarışasan, yəni sırf gücün ancaq ona hazırlaşır. Bir də var ki, biz, yəni Razım Hüseynov birinci oturub qalxma hərəkətini eləyir 400 kilo ilə. Arada bir 10 dəqiqə, 15 dəqiqə fasilədən sonra keçir bench press hərəkətini yerinə yetirir. Yəni bu çox çətin bir şey, çox ağır bir şey. Çox qardaşım, inşallah ki, Yəni mən gözləyirik. gördüm həqiqətən də mən düzdür fəxr edirəm güclü insanlarla. Təbii ki, Azərbaycanı təmsil edən bütün idmançılarla fəxr edirik. Azərbaycan bayrağını təmsil edən insanlarla. Ancaq mən o aparıcıya da qeyd etmək istəyirəm ki, pəhlivanla pəhlivanı müqayisə eləyək. İdmançı ilə idmançını müqayisə eləyək və idmançıların da öz sahəsinə uyğun. Məsəl üçün Pərviz Qasımov bodybuildingdir. Hətta bodybuildingçi ilə powerliftingçini müqayisə etmək də düzgün deyil. Yəni bodybuildingçi bədən göstərmək üzrə yarışlara çıxır. Yəni onun çətinliyi onun dietasındadır, onun quruluğundadır, bədənin estetikasını göstərməyindədir. Powerliftingçinin isə güc göstəricisi olaraq ştanqa qaldırmaqdır. Əgər Emin qardaş deyir ki, mən ağırlığı qaldırmışam, bu meydan biz də dəvət eləyirik, gəlsin qaldırsın. 285 lazım deyil. 257 yarımdan yarım kilo çox lazımdır. Çox asan. 285 eləmirsənsə, qardaş, məsələn inanıram. 30 kilo aşağı. Bunu edərsən, inşallah və ilk dəfə olaraq da burada Rövşənin də bir məsələsi oldu. İlk dəfə olaraq itə əl vurur. Bu çox mehriban etdi. Yəni mən belə bir şey görməmişdim. Təsəvvür edin ki, mən heç vaxt həm belə qorxu deyəndə həm də ürpənirdim, amma çox təmizdir və qorxumu yendim bir sözlə. Yəni bu da özü bir qələbədir.